Bu nə qəribə yuxuydu belə. Su ağzıma qədər çıxmışdı. Az qaldım boğulam. Sigaretləndi yəqin. Yenə boş ev, tək Artur. Qal oğlu, qalsan elə. Anam sağ olsaydı 100% evləndirmişdi indi. Dayan görüm. Dənizdəydim deyəsən. Hə, dənizdəydim. Sonra da evimizi gördüm. Deyirəm axı, neçə gündür buymuş məni incidən. Gör nə vaxt oradan çıxdığım. Gözəl kürdili. Çıxanda 11 yaşım vardı. Rəhmətli atamla anam ağlasalar da mən sevinirdim. Təsəvvür elə, 11 yaşa qədər ancaq ucu bucağı olmayan dəniz görən uşaq üçün bu köçdən gözəl nə ola bilərdi? Böyüklərin söhbətlərindən bilirdim ki, həyat təkcə dənizdən, su ilə göyün birləşdiyi üfüqdən, bizim kənddən ibarət deyil. Azca uzaqda böyük bir şəhər var. Orada eyni yox, çoxlu, lap çoxlu uşaqlar görürsən. Onlarla oynayırsan, deyib gülürsən. İstəyəndə dənizin heç görünmədiyi yerlərə gedə bilirsən. Nəysə, elə bilirdim köçdüyümüz yerdə həyat xeyli maraqlı olacaq. Ona görə də sevinirdim. Sonradan bildim. Bildim ki, köçün səbəbi daha xoşbəxt həyat arxasınca getməkdə yox, kəndimizdəymiş. Mənim doğulduğum o gözəl yer çox şıltaq imiş. Gah yarımada olurmuş, gah da. Axırda da bezib ada olmağı seçib. İndi də deyirlər, günü-gündən əriyə-əriyə Xəzərə qarışır. Görəsən, çox dəyişilib. Əvvəllər xeyli böyük idin. İldən ilə kiçilib, balacalaşıbsan. Xoş gördük, tənha adam.
Sahillər də, külək də, hava da eynidir. Dəyişilən bir adanın özüdür, bir də mən. Bir ara qonşu uşaqların hamısından küsmüşdüm. İndi tam yadımda deyil nəyə görə. Ancaq xatırlayıram ki, bir neçə gün kəndə çıxmağa, kəndimizin qumlu yollarında nəsə axtarırmış kimi vərdişkar olduğum vəssiz avralanmağa belə qorxurdum. Bir dəfə anam onları hasarımızın yanında görüb hamısını evə çağırdı. Hərəsinə qoxusu hələ də burnumdan getməyən yenicə pişirdiyi bir şirin qoğal verdi. Qoğalımızı yeyə-yeyə onlar mənə, mən də onlara baxıb gülüşdük. Beləcə barışası olduq. Daha bir də heç vaxt dalaşmadıq. Mən buradan çıxandan çox şeylər dəyişdi Artur. Doğmalarımızı itirdik. Sən burada, mən də şəhərin sərt, qalmaqallı həyatında qaldıq. Anamın pişirdiyi çörəyin, yeməklərin qoxusu uçub gedib, dənizin qoxusuna qarışıb. Bu masanın üstü də heç vaxt boş olmazdı, heç vaxt. Bizim xoşbəxt illərimizin şahidi xaraba qalmış ev, dörd ayaq üstündə zorla dayanan boş masa. Uşaqlığımın ən xoş xatirələri burayla bağlıdır. İndi 40 yaşlı Artur hər addımda, hər əşyada, hər uşaqlıq oyunlarında, hər yerdə, hər şeydə 11 yaşlı Arturu görür. Bu tənhada da ikimizik. Elə bilirəm, ayrı-ayrı adamlarıq. O böyüməyib. Mən ondan qopub tamam ayrı adam olmuşam. Onunla danışmaq istəyirəm. Görüm, mən gedəndən bu həyatda nələr olub, nələr keçib. Kiminlə dalaşıb, kim onun, o kimin xətrinə dəyib. Danış görək. Danış görək. Danışmırsan? Elə əvvəlcə Artursan. Anamız necə deyərdi? Tərs oğlu, tərs. Yenə qayıdıram. İnsansız qalmış adadan qayıdıram. Səsli küylü, insan ətrinin, insan səsinin, nəfəsinin bol olduğu alabəzək vitrinli şəhərə. Ancaq əli boş deyiləm. Hə, əli dolu qayıdıram tənha adamdan.
Bu gözəl adanın bir gözəlliyi də burada yaşayan insanlarmış. Biz gedəndən elə kənd də yetim qalıb. İnsan nəfəsi, insan ətri yoxdur deyə adama yad gəlir bura. Özümlə bir qucaq xatirə götürdüm. Əslində sən torpaq, yer yox, insan həyatı yaşayırsan, gözəl kəndim. Sən də insan kimi hansısa illərdə yarandın, hansısa illərdə yaşadın, sonra da qocaldın, əldən düşdün. Necə deyərlər, torpaqdan yaranmışdın, torpağa da dönəcəksən. Eyni taleyini bölüşürük mənim ada kəndim. Qəm eləmə. Torpaqda görüşənədək.